Salam əziz dostlar, bu buraxılışda mən sizə Qədürxum hadisəsindən bəhs edəcəyəm. Bilirsiniz, müsəlmanlar arasında bu Qədürxum məsələsi də çox önəmli bir mövzuya çevrilib. Qədürxumda nə baş verib? Yəni Qədürxum bir məkandır. Orada, yəni deyilənlərə görə Peyğəmbər özündən sonra əlini rəhbər təyin edib. Bu məsələdə ixtilaf var. İlk öncə onu deyim ki, yəni mən bu məzhəb filan, yəni İslamda əslində məzhəb filan yoxdur, şiə, sünni, o düzdür, bu səhvdir. Yəni İslamda əslində bir müsəlman anlayışı var, həqiqi İslamdan söhbət gedir. Bunlar firqələrdir, filanlardır, bunlar siyasi məsələlərdir və yaxud dini parçalamaq üçün uydurulmuş bir məsələlərdir. Yəni İslamda firqələr, məzhəblər filan belə bir anlayış yoxdur. İslamda müsəlman anlayışı var. İslam dininə etiqad edən, inanan insanlara müsəlman deyilir. Bu sonradan Peyğəmbərin ölümündən sonra İslama daxil olunmuş fitnələrdir. Əslində siyasi bir məsələdir ki, İslamın daxilinə yeridilib, belə deyib, müsəlmanların düşüncəsinə yeridilib və ideoloji parçalanmaya gətirib çıxarıb. Nədir bu Qədürxum məsələsi? Əslində nədir? Yəni deyilənlər təbii ki, məlumdur. Deyilənə görə Qədürxum deyilən yerdə Peyğəmbərimiz əlini yanına çağırır, insanların önündə çoxlu sayda orada müsəlmanlar yığılır və insanların önündə əlini yanına çağırır, əlini qaldırır göyə və deyir ki, mən kimin mövlasıyamsa, əli də onun mövlasıdır. Mən kimdənəmsə, əli də ondandır. Yəni, bu kimi fikirlər söyləyir. Yəni, bunu da əsasən də şiələr deyirlər ki, Peyğəmbər özündən sonra əlini təyin edir. Yəni, bu əslində İslamın prinsiplərinə ziddi bir şeydir. Birincisi, Peyğəmbərimiz əlini özündən sonra rəhbər təyin edəcəkdirsə, bunu açıq-aşkar deyərdi ki, məndən sonra rəhbər əlidir. Burada Mövla sözü var. Mövla sözü, bilirsiniz, bizim insanlar necə ki, namazda işlətdikləri sözlərin, kəlmələrin mənasını bilmirlər. İnanın, ibadət edən insanların əksəriyyətindən soruşsaz, o namazda dedikləri sözlər ki var, onların mənasını belə bilmirlər. Yəni, ərəb dilində kəlməni latın hərfləri ilə vərəqə yazırlar, sonra əzbərləyirlər və surələrdir. Bunu namaz qıldıqları zaman deyirlər, bu kəlmələrdən istifadə edirlər. Amma kəlmənin mənasını, məğzini, mahiyyətini, mesajını anlamırlar. Eyni zamanda da ərəb dilində olan Mövla sözü, şiə sözü, sünnə sözü, bu sözlərin də mənasını görünür ki, həqiqi mənasını anlamırlar. Sonradan ona bir anlam yükləyiblər, siyasi anlam və insanları manipulyasiya eləmək üçün, idarə etmək üçün bundan din kimi istifadə ediblər. Mövla sözü ərəb dilində dost deməkdir. Yəni, Peyğəmbər deyir ki, mən kimin dostuyamsa, əli də onun dostudur. Yəni, bu məsələnin kəlmə olaraq anlamı budur. Yəni, Peyğəmbər Qədürxum məsələsindən sonra, illər sonra vəfat edib. Peyğəmbər həm Peyğəmbər idi, həm də İslam dövlətinin, xilafətin rəhbəri idi. Yəni, o ölməyə də hazırlaşmırdı ki, deyəsən ki, ölməyə hazırlaşır və əlini özündən sonra rəhbər təyin edir. Belə bir söz yoxdur, məsələ yoxdur. Eyni zamanda, əgər Peyğəmbər bunu açıq-aşkar özündən sonra rəhbər təyin edəcəkdirsə, bunu açıq şəkildə bildirərdi ki, məndən sonra əli rəhbər olacaq. Üçüncüsü də bu artıq səltənət məsələsidir. Yeri gələndə Muaviyəni, Yezidi qınayırlar.
Düzdür? Niyə qınayırlar? Deyirlər ki, Muaviyə özündən sonra oğlu Yezdi rəhbər təyin etdi. Şam xilafətinin, yəni Ərəb xilafətinin rəhbərliyə Muaviyə idi. Muaviyə Həsənlə razılaşmışdı, müharibə qan tökülməsin deyə razılaşmışdı ki, misal üçün qan tökülməsin, birinci sən rəhbər ol, Muaviyəyə demişdi. Həsən, sonra isə sənin vəfatından sonra mən rəhbər olacağam, yəni qan tökülməsin. Sonra isə Muaviyə, misal üçün, oğlu Yezdi öz yerinə rəhbər təyin edəndə qan töküldü. Buna etirazlar oldu və axırda Kərbəla hadisəsinə qədər gəldi, çıxdı. Yəni, niyə onda bəs ona etiraz edirdiniz? Deyirdiniz ki, yəni bu səltənətdir. Rəhbərliyin atadan oğula keçməsidir. Buna anormal hal kimi baxırdınızsa və yaxud düzgün olmayan bir hal kimi baxırdınızsa, yəni Peyğəmbər öz kürəkənini, Əli həm onun əmsi oğludur, Peyğəmbər onların evində böyüyüb, Əlinin atası onu böyüdüb, yetişdirib, eyni zamanda da kürəkənidir. Həm əmsi oğludur, həm də kürəkənidir. Baxmayaraq ki, o elmlidir, savadlıdır, güclü adamdır, amma Peyğəmbər özündən sonra onu yerinə qoyursa, bu İslamın təməl prinsiplərinə zidd bir şeydir. Bunu da qoyaq kənara. Əslində hadisə necə olmuşdur? Baxın, o vaxtı Peyğəmbər həcc ziyarətinə gedəndə, həcc ziyarətindən qaydanda bu xütbə oxunub, yəni Peyğəmbər onsuz da bir dəfə həcc ziyarətində olub. Hər bir müsəlman da bir dəfə əslində Peyğəmbər nümunə kimi də, yəni bir dəfə ziyarətdə olmuşdur. Düzdür, o dövrdə şərtlər də fərqli idi, elə günləri bunların İslamı yaymaqla məşğul idilər, müharibələrlə bunu həyata keçirirdilər. Bunların dinc ibadət eləmə imkanları da məhdud idi. Həm də Peyğəmbər İslamın təməl prinsiplərinə, qayəsinə uyğun olaraq bir dəfə ziyarət edib və hər bir müsəlman da əslində bir dəfə ziyarət etməlidir o ziyarətgahı, Məkkə, Mədinəni, Kəbə evini. Peyğəmbər də bir dəfə ziyarət edib, zaten bugün sənin nə qədər pulun olsa da oranı gedib ziyarət eləmək çox çətindir, çünki sən bu həcc ziyarəti İslamın təməl prinsipidirsə, sən hər bir müsəlman həcc ziyarətində olmalıdırsa, ona qədər yan addımlar var. Yəni sən ziyarətə gedənə qədər nələr etməlisən? Yaxın qohumlarında xəstə, ehtiyacı olan, ac olan, yalavac olan adam olmamalıdır. Bunların ehtiyacını ödəyəndən sonra birinci ailə üzvlərinin təbii ki, sonra yaxın qohumların, sonra keçirsən qonşulara. Sən bu günləri, bu şeyləri yerinə yetirsən, bir həccə getmək istəyən insan öz qohumlarının ehtiyacını ödəsə, bu deyilən şeyləri yerinə yetirsə, sonra öz ailə üzvlərinin, qohumlarının, sonra qonşuya çıxsa, qonşuların da ehtiyaclarını ödəsə, bu gəlib çıxır neçə minə. Həcc ziyarətində, bugünkü həcc ziyarətində üstünə gəlsə bir 10 minə gəlib çıxır, ora gedib ziyarət eləmək. Bu, sənin bir 40 min, 50 min pulun olmalıdır, pərgədə çox pulun olmalıdır ki, sən həcc ziyarətinə gedə biləsən, həccə gedə biləsən. Bu bir titul məsələsidir, bugünkü, yəni əməkdar artist, xalq artisti kimi bir şeydir, titul. Mənə həcc desinlər, mənə mömin desinlər, oranı ziyarət eləyib. Əksəriyyəti də ora bir neçə dəfə getməklə alverə gedirlər, başqa özlərinin o pis işlərini pərdələmək üçün gedirlər. Yəni, əslində necə olub bu? O vaxtı Peyğəmbər ziyarətə gedəndə, indiki Yəmən dövləti var. Yəmən, necə deyirsiniz? O dövlət, ümumiyyətlə Yəmən dövləti o vaxtdan elə indinin özünə qədər fitnələrin çıxdığı bir məkandır. Hər zaman fitnəkarlar, təxribatçılar, radikallar, İslamı bölüb parçalayan insanlar həmişə Yəmən torpağından çıxıb. İndinin özünə qədər də oradan Yeməndən çıxıb. İbn Səbəd oradan çıxıb, Sünni Şiə söhbətin atıb ortaya böyüdüb, bu günə qədər İslamı parçalayan beyinlər də hamısı oradan çıxıb. O vaxtı da həmən o Yemən dövlətində, o ərazidə bir xilafətin ərazisidir. Orada başqaldırma olur, bir üsyanlar olur.
hakimiyyətə qarşı müasirdir dediksə, baş qaldırmalar olur və Əli də ordunun komandanıdır. Ordunun komandanıdır Əli. Həm ordunu idarə edir, həm də ordunun rəhbəridir. Özü də birbaşa döyüşlərdə şəxsən iştirak edir. Allahın aslanı ona deyirlər. Yəni bu Allahın aslanı nə mənada? Yəni Allah adına qəhrəmanlıq edir. İslah edir o səhv yolda olanları. Güclü, aslan necə güclü heyvandırsa, Allahın aslanı deyəndə də burada da yəni Əli Allahın aslanıdır. Yəni Əli Allahın güclü, qüvvətli sərkərdəsidir. Güclüsüdür. O mənanı verir. Həqiqətən də Əli baxmayaraq ki, boyu da balaca olub, amma həqiqətən qüvvətli, güclü insan olub. Bir neçə nəfərlə döyüşə üzbəüz çıxanda onları zərərsizləşdirib, tərk-islah edə biləcək bir gücə, taktikaya malik olub. Düzdür, onun haqqında da uydurmalar çoxdur. Ay darvazanı belə qaldırdı, ay günəşi böldü filan. Bunlar belə deyək də farsların uydurmalarıdır. Çünki onlar Əlini eyni zamanda kürəkənləri kimi Zaloğlu Rüstəmin bütün xüsusiyyətlərini Əliyə montaj ediblər. Yəni Əli simasında Zaloğlu Rüstəmi görürlər onlar. Zaloğlu Rüstəm o Şahnamədə uçur, qaçır, vurur, dağıdır, dağı bölür, darvazanı qaldırır. Yəni bir əfsanə onu Əliyə montaj ediblər. Yəni Əli güclü insandır, həqiqətən də Allahın aslanıdır. Amma ay darvazanı qaldırdı, nə bilim tonlarla, nə bilim nəyi nədir. Bunlar artıq gülünc məsələlərdir. Yəni Əlini göndərirlər ora, Yemən dövlətinə, oradakı ixtişaşları sakitləşdirmək üçün. Təbii ki, Əli ora gedir, eyni zamanda da oradan qənimət ilə qayıdır. Qənimət ilə qayıdır. Çünki bu Yemən dövlətinin belə deyək də, hər yeri xilafət ərazisi deyildi. Artıq orada xilafətin ərazisi olmayan hissə də var idi. Onu da qatmalı idilər xilafətə. Təbii ki, o dövrdə belə idi, bir yerə gedirdinsə, oradan sən əmlak gətirirdin, qənimət, o dildə desək, qənimət gətirirdin. Qənimət də bahalı əşyalar, parçalar, nə bilim, müəyyən şeylər olurdu. Eyni zamanda cariyələr olurdu. Bunlar qənimət sayılırdı. Bunun da qənimətin də istər canlı, istər cansız, bunların 70-80% xəzinəyə daxil olurdu. Qalan faizi isə müharibəni, o qəniməti gətirən, o döyüşdə iştirak edən ordu arasında, ordu mənsubları arasında bölünürdü. Onların yəni haqqı verilirdi bu şəkildə. Bunlar Yeməndən qayıdanda yolda təbii ki, bir yerdə dayanırlar və dincəlirlər. Dincələn vaxtı Əli görür ki, oradakı müəyyən rəhbər komandirlərdən, yəni özündən aşağı olan komandirlərdən qənimətə əl atırlar. Qənimətdən müəyyən oğurluq edirlər, qənimətdən müəyyən özlərinə pay götürürlər, pay püşt edirlər. Bu da yəni olmaz, çünki qənimət gəlməlidir mərkəzə və mərkəzdə bu sonda bölüşdürülməlidir. Bu təbii ki, düzgün hal deyil. Əli də buna etiraz edir. Deyir ki, yəni siz düz etmirsiniz. Bu qayıtsın mərkəzə gedək və hər kəsin haqqı veriləcək. Yəni Əli bunu ədalətli şəkildə deyir. Amma onlar Əli ilə mübahisə edirlər, hətta Əlini öldürmək istəyirlər. Bir şəkildə bu məsələ dayandırılır və Qədirxuma qədər gəlib çıxırlar. Qədirxum deyilən ərazidə Peyğəmbər xütbə etməmişdən öncə bu hadisəni öyrənir. Təbii ki, ona məlumat verilir bu barədə. Bu, yəni o Peyğəmbər də həm də İslam dövlətinin rəhbəridir. Təbii ki, bu cür insidentlə bağlı və yaxud gedib orada gördükləri işlə bağlı, yəni biz getdik orada, nə iş gördük, səfərin nəticəsi ilə bağlı və səfər nəticəsi, gedişatla bağlı təbii ki, rəhbərə məlumat verirlər. Bu məsələni də rəhbərə məlumat verirlər, yəni Peyğəmbərə. Peyğəmbər isə yəni bunun düzgün olmadığını deyir, həm də Əliyə qarşı real təhlükə, yəni hələ ki bu təhlükə realdır. Yəni Əlini ilə o insanların arasında müəyyən problem yaşanılıb. Əlinin həyatı üçün hətta
təhlükə var. Peyğəmbər də bunu soğuşdurmaq üçün, aranı düzəltmək üçün və yaxud sakitçilik yaratmaq üçün orada ümumiyyətlə çıxış edir. Qədirxum deyilən yerdə, yəni ümumiyyətlə Peyğəmbər çıxış edir də, yəni insanlar qarşısında rəhbər olaraq çıxış edir. Bu sıradan bir hal olub. Yəni hər dəfə çıxışlar edir. Müasir dildə desək, yəni prezidentlər və yaxud rəhbərlər xalq qarşısında və yaxud bir öz təbəəsi qarşısında, insanlar qarşısında bir hesabat verdiyi kimi, ümumiyyətlə gedişatla bağlı, nə kimi işlərlə bağlı, gördükləri işlərlə bağlı danışdıqları kimi o dövrdə də olub. Yəni Peyğəmbər də təbii ki, müəyyən tapşırıqlar verir, müəyyən görüləcək işlərlə bağlı və yaxud nə kimi işləri görmək olmaz, görər. Ümumiyyətlə insanlarla danışıqlar aparıb. Bu da normaldır. O anda da danışdığı zaman eyni zamanda da bu məsələni qeyd edib, əlliyə olan real təhlükəni aradan qaldırmaq üçün və qarşı tərəfdəkiləri də mesaj vermək üçün çağırır ki, yəni ey insanlar, mən kimin mövlasıyamsa, əli də onun mövlasıdır. Mən kimin mövlasıyamsa, əli də onun mövlasıdır. Yəni mən kimin dostuyamsa, əli də onun dostudur. Bu normal bir çıxışdır. Yəni o mövla sözü ərəb dilində bir kəlmədir. Orada yəni o Əbubəkir barəsində də deyib, Əbubəkir mənim dostumdur, yəni o dostumdur deyim ki, Əbubəkir mənim mövlamdır deyib də. Həqiqətən də Əbubəkirlə mağara dostu çox sınaqlardan keçib. O başqası barəsində də deyilib. Yəni mövladır sözü, mövla sözü dost sözüdür. Yəni mən kimin dostuyamsa, əli də onun dostudur. Əli məndəndir. Yəni o insanlara mesaj verir ki, yəni siz kimlə mübarizə aparırsınız, kimi öldürmək istəyirsiniz? Əli mənim dostum, siz mənim dostumu öldürəcəksiniz, o məndəndir. Eyni zamanda da qohumudur. Yəni əli məndən sonra rəhbər olacaq. Burada anlamı hansı kəlmədən, hansı cümlədən çıxarırlar? Yəni belə bir şey yoxdur. Sonrakı məsələlərdə ola bilər, deyilənə görə bir məsələ də olub ki, Peyğəmbər ölüm ayağında vərəq istəyib, yazmaq istəyib, müəyyən vəsiyyət eləmək istəyib orada. Bunun üçün kağız gətirmirlər, qələm gətirmirlər və yaxud bunu yubadırlar ki, o can versin filan. Belə bir şeylər ola bilər. Orada da hələ tam olaraq sübut yoxdur. Bu uydurma hədislərlə, məktublarla, yazılarla bunu deyirlər. Amma sırf bundan bu mövla sözün, Qədirxum məsələsini bayram edib, ideoloji olaraq bu nə qədər gətirib çıxaran insanlar bilsinlər ki, həqiqət bundan ibarətdir. Yəni o əlliyə qarşı olan təhlükəni aradan qaldırmaq üçün, yəni o an üçün olan bir çıxış idi. O gələcək üçün olan o çıxış deyildi. O an üçün olan, vəziyyətdən çıxmaq üçün olan çıxış idi. Orada başqa şeylər də danışılıb. Nələr görməliyik, nələr etməliyik, İslam adına nələr etməliyik. Ümumi orada söhbət aparılıb. Eyni zamanda da bunu yəni qeyd edib. Amma bu insanlar, müəyyən maraqlı insanlar, belə deyək də, kontekstdən çıxararaq, müasir dildə deyərsək, bu məsələni qabardırlar öz məqsədlərinə uyğun olaraq. Yəni hadisələr əslində həqiqətlər bundan ibarətdir. Mən yenə də deyirəm, yəni mən İslamda müsəlman anlayışı var, təriqət, məzhəb anlayışı yoxdur. Yəni mən nə ondanam, nə bundanam, mənim üçün fərqi yoxdur. Mən araşdırmacıyam və məqsəd də təbii ki, insanlara həqiqəti demək. Çünki ən böyük problem həqiqəti bilməməkdən qaynaqlanır. Bu günə qədər İslam dünyası görürsünüz, pərişan haldadır. Qırırlar bir-birləri, ancaq müharibələr, ən çox ölüm itimlər, düzdür, axır zamanlar xristianların arasında da vardır, Ukrayna, Rusiya kimi. Amma ən çox münaqişələr, ölümlər, müharibələr, kütləvi insan ölümləri elə müsəlman dünyasında olur. Kimlərsə edir, deyək, bunu təşkil edirlər, planlayırlar, amma iştirakçı biz müsəlmanlar oluruq, o da bizim savadsızlığımızın nəticəsindədir. Yəni, həqiqətlər bundan ibarətdir. Həqiqətə hər zaman, həqiqəti bilməyə hər zaman can ataq. Həqiqətlə yaşayaq. Növbəti videolarda görüşənə qədər salamat qalın.